Salam, hər vaxtınız xeyir olsun. Mən Gülşən Eşimova. Bugün sizlərə Azərbaycan dilindən ən çox səhv edilən sual tiplərindən danışacağam. Gəlin çox vaxt itirməyək, başlayaq suallarımıza. Deməli, birinci sualımızda deyir ki, sevdikcə sevilir, sevildikcə sevirsəndir. Bu cümlədə neçə sadə söz var? Sadə söz nə deməkdir? Leksik şəkilçi olmasın. Bir daha təkrar edirəm. Sadə söz nə deməkdir? Leksik şəkilçinin olmamağıdır sözün sadəliyi. Mən demədim ümumiyyətcə şəkilçinin olmamağıdır. Çünki şəkilçilər iki yerə bölünür. Leksik, qrammatik. Deməli, leksik şəkilçi yoxdursa, o söz sadə sözdür. Qrammatik şəkilçi olsa da olar, olmasa da olar. Yəni, sözün düzəltmə olmasında qrammatik şəkilçi rol oynamır. İndi baxaq, bizdən sadə sözləri istəyirsə, sevdikcə sözünə baxıram. Sözün kökü nədir? Gəlin kök şəkilçiyə ayıraq. Deməli, burada sözün kökü sevdim. Sevdən dıqca şəkilçidir, bu qrammatik şəkilçidir. Deməli, kök qrammatik şəkilçi, bu sadə sözdür. Elə bunu götürək, işarə eləyək. Sonra sevilir söz. Sözün kökü nədir? Sev. Sevdən sevilmək illeksik şəkilçidir. Deməli, bu artıq düzəltmə söz oldu. Heç buna mən baxmıram. Bunu silirəm tez. Sonra sevildikcə sözü, yenə də sözün kökü sev, sevdən sevil. Bu da yenə düzəltmə söz. Buna bir daha baxmıram. Bunu da silirəm. Sonra sevirsən sözünə baxıram. Sözün kökü sev, ir zaman şəkilçisi, indiki zaman, yəni qrammatikdir zaman şəkilçisi. Bir də sən şəxs onluğudur. Deməli, burada sözün kökü sev, ir zaman, qrammatik, sən isə şəxs onluğu qrammatik. Yəni, burada leksik şəkilçi yoxdur. Deməli, bu da sadə sözdür. Bizə deyir, neçə sadə söz var? Biz gördük ki, burada cəmi cümlətanı 2 dənə sadə söz var. Hansılar idi? Sevdikcə, bir də sevirsən. Sevilir, sevildikcə bunlar düzəltmədir. Ona görə bunlarla işim yoxdur. Lakin birinci və sonuncu söz isə sadə sözdür. Bunlarda bəli, şəkilçi var. Amma bu şəkilçi leksik deyil. Bəs nədir? Qrammatik. Deməli, cavabımız olacaq A variantı. Keçək növbəti tapşırığımıza. Gəlin indi bu sualımıza baxaq. Deməli, burada deyir ki, uyğunluğu müəyyən edin. Yalnız amonim kimi işlənən sözdür. Həm amonim, həm amoqraf kimi işlənən sözdür. Həm amonim, həm amoform kimi işlənən sözdür. Bu tip uyğunlaşdırmalarda diqqətli oluruq. Uyğunluğa 5 variant verib daha doğrusu. Bunlardan birini və yaxud bir neçəsini seçib yaza bilərik. Ona görə diqqətli şəkildə oxuyun. Bizdən istəyir ki, yalnız amonim kimi işlənən sözü. Amonim kimi deyirsə, baxıram, qoyundur, əsirdir, əsərdir, tərdir, qovundur. Cavab burada tərdir. Niyə? Tər sözü biri var insanın tərləməsi, yəni tərləmənin nəticəsində ortaya çıxan tər. Bu isim kimi. Bir də var deyirəm, filan meyvə, filan tərəvəz tərdir. Yəni təzədir, yenidir, bu mənada. Deməli, tər sözü yalnız amonim kimi işlənir, başqa mənada işlənmir. 1-ə 4. Həm amonim, həm amoqraf kimi işlənən sözü istəyir indi bizdən. Baxıram, amoqraf nədir? Gəl birinci buna cavab tapaq. Amoqraf vurğusuna görə mənası dəyişən sözdür. Yəni, amoqraflar vurğusuna görə mənası dəyişən sözlərdir. Yəni, amoqraflarda əsas şərt vurğusuna görə mənası dəyişməkdir. Məsələn, gəlin sözü. Biri var deyirəm, filan kəs bizim evin gəlinidir. Bu oldu isim, düzdür? Bir də var deyirəm ki, məclisə gəlin. Əmr edirəm, gəlin. Nə edin? Gəlin. Bu da oldu, deməli, vurğusuna görə mənası dəyişən versiyası. Birinci də gəlin sözündə, yəni evimizin gəlini də vurğu sona düşdü. Amma əmr edəndə gəlin vurğu əvvələ düşdü. Deməli, bu oldu amoqraf. Amoqraflar, yəni vurğusuna görə mənası dəyişən sözlər amonim olmur deyirik biz. Lakin, elə sözlər var ki, həm amonimdir, həm də amoqrafdır. Məsələn, qoyun sözü. Biri var, deyirəm, filan dəftəri yerə qoyun. Yəni, əmr edirəm, qoyun. Bir də var, deyirəm ki, o heyvan qoyundur. Yəni, çoxlu heyvanlar var. Mən də deyirəm, hə, o heyvan qoyundur. Bu da oldu isim. Burada vurğusuna görə məna dəyişdi. Bu amoqrafdır. Bir də var, qoyun sözünün amonimliyi. Yəni, vurğuya görə mənası dəyişibsə, bu amoqrafdır. Bir də var, amonimliyi. Amonimliyi nədir? Məsələn, filan heyvan qoyundur. Bu oldu qoyun, heyvan mənasında. Bir də var, deyirəm ki, gəl qoyunuma, gəl qucağıma. Yəni, uşağa deyirsən ki, gəl balam, gəl qoyunuma, qucağıma. Bu da olur amonim. Deməli, qoyun sözü həm amonim, həm də amoqraf kimi işləndi. 2-yə də verəcəyik biri. Sonra deyir, həm amonim, həm də amoform kimi işlənən söz. Amoform nədir? Buna aydınlıq gətirək. Amoform o deməkdir ki,
Köklə işimiz yoxdur. Çünki amonimin kökü müxtəlif nitq hissəsi ola bilər. Amma amonimdə əsas şərt odur ki, başlanğıc forma eyni olsun. Yəni kök fərqli olsa da olar. Amma başlanğıc forma eyni nitq hissəsi olsun. Yəni amonimdə şərt budur. Və amaforumlarda amonim sayılmır. Çünki onların başlanğıc forması fərqli olur. Bizə deyir ki, indi həm amonim, həm də amaforum kimi işlənən. Amaforum kimi işlənən söz əsər sözüdür. Biri var deyirəm ki, filan kitabın, şeirin, romanın fərq etməz nəyinsə əsərini oxudum. Yəni yaradıcılıq nümunəsindən söhbət gedir, əsər. Bir də var ki, deyirəm ki, külək burada yaman əsər. Burada da sözümüz əsər, əsmək oldu, feil. Bu amaforumdur. Niyə? Çünki bunun başlanğıc forması başqadır. Əsmək feilində sözün başlanğıc forması əs feilidir. Amma əsər sözündə isə sözün başlanğıc forması əsər ismidir. Yəni başlanğıc formaları tamam başqa nitq hissələri oldu. Biz demişik ki, sözümüzün amonim olması üçün başlanğıc forması eyni olmalıdır. Lakin amaforumda isə başlanğıc formalar müxtəlif olur. Həqiqətən əsər sözündə biz gördük ki, biri var külək əsər. Burada sözümüzün başlanğıc forması əsmək feilidir. Başlanğıc forma nə deməkdir? Leksik şəkilçiyə qrammatik şəkilçiyə qədərki hissə, yəni leksik şəkilçi daxil olmaqla qrammatika qədərki hissə adlanır bizim başlanğıc formamız. Yəni qrammatiki başlanğıc formaya qatmırıq, loru dildə desək. Mən də baxıram külək əsər sözündə sözümüzün kökü əsdir. Elə başlanğıc formamız da əsdir. Çünki ər burada zamandır, gələcək zamandır. Kök də başlanğıc formada təsadüfdən eyni olub. Bir də var filan əsəri oxudum. Burada isə əsər. Sözün elə yenə də kökü də başlanğıc forması da burada əsər oldu. Çünki biz əsəri oxuyub əsə bilməriyik. Burada sözün kökünü necə əsmək feili götürək? Əsdən əsər yarana bilməz axı, əgər oxuduğumuz kitabdan söhbət gedirsə. Ona görə başlanğıc forma da orada əsərdir. Yəni məhz bu səbəbdən. Amaforumlarda başlanğıc forma yadınızda saxlayın ki, biz əgər bir söz amaforumdursa, o amonim sayılmır. Amma elə sözlər var ki, həm amaforumdur, həm amonimdir. İndi deyəcəksiniz, Gülşən müəllim, əsər sözünün amaforum olmasını başa düşdüm. Biri var əsmək mənasında, bir də var əsər, yəni kitab, şeirdə, romanda olan əsər. Bəs Gülşən müəllim, əsər sözünün amonimi nədir? Amonimi isə yenə bir mənası yaradıcılıq nümunəsi, kitabda, şeirdə, romanda olan əsər. Digər mənası isə deyirəm, hadisədən heç bir əsər qalmadı. Yəni iz, nişan bu mənada. Deməli, həqiqətən əsər sözü həm iz, nişan mənasını ifadə elədi, həm də kitab, yaradıcılıq nümunəsi, şeirdə, romanda olan əsər bu mənanı ifadə elədi. Ona görə həm əsər amonim oldu, həm də amaform oldu. Burada da olacaq 3. Deməli, 1-ə 4, 2-ə 1, 3-ə 3. Yəni doğru cavabımız B variantı. Bu tapşırıqda doğru cavabımız oldu B variantı. 1-ə 4, 2-ə 1, 3-ə isə 3 uyğun gəldi. Keçək digər tapşırığa. Bu da maraqlı bir sualdır. Deyir feillərdən biri amonimdir. Amonim nə deməkdir? Eyni cür yazılsın, başqa mənalar versin. Baxıram. Dəyişmək sözünün başqa nə mənası ola bilər? Yəni bir mənası var. Taç paltarını dəyişmək və yaxud deyə bilər ki, ay Gülşən müəllim, söz dəyişmək də ola bilər də, paltarını dəyişmək olar, söz dəyişmək olar. Onda bu amonimdə xeyr. Niyə xeyr? Çünki amonimlər həqiqi mənada olmalıdır. Bunu unutmayın. Hansısa bir sözün məcazi mənası ola bilər. Razıyam sizdən. Amma amonim olması üçün mütləq ki, həqiqi mənada olmalıdır. Yəni həqiqi mənadadırsa amonimdir. Çünki məcazi mənada olan söz amonim sayılmır. Bunu yadınızda saxlayın. Görüşmək sözündə amonimi yoxdur. Aşkar şəkildə görünür ki, görüşmək bir mənanı ifadə edir, amma cavabımız keçinməkdir. Niyə? Biri var deyirəm ki, ailəsi filan kəsin çətinliklə keçinir. Yəni dolanmaq mənasında, yaşayışını təmin eləmək mənasında. Bir də var deyirəm ki, qoca dünən keçindi. Yəni ölmək mənasında, vəfat etmək mənasında. Ona görə cavabımız olur C variantı. Bu da maraqlı bir sual idi. Sonra keçək digər suala. Digər suala keçməzdən əvvəl bir məsələni də qeyd edim ki, kanalımda bu tip ödənişsiz izahlar daimi yerləşdiriləcək. Abunə olun ki, izah yerləşdirilən zaman görəsiniz. İzahı bəyənin, paylaşın ətrafınızla. Deməli, bu sualda da deyir ki,
Cərgələrdən birində eyni səs müxtəlif hərfləri ifadə edir. Bu tip sualları diqqətlə oxuyun. Bir dəfə yox, 2 dəfə, hətta lazımsa 3 dəfə oxuyun. Deyir ki, eyni səs. Burada deyir səs eynidir. Amma müxtəlif hərflə ifadə olunub. Yəni yazılışda başqadır, tələffüzdə başqadır. Baxaq. Kosa, kəmər. Kosa, çı, kəmər, çı. Burada eyni hərflərdir, eyni səslərdir. Burada nə var ki? Bunu silirəm. Sonra iqtisadi, krater. İqtisadi və krater. Burada cavab elə budur. Niyə? İqtisadi, q-qıya çevrilir. İqtisadi. Amma yazılışda q-dır. Kraterdə isə k-dır elə. İkisində bax səslər k-dır. Səslər eynidir. Amma yazılış, hərflər fərqlidir. Birində q-dır, birində k-dır. Görürsünüz, bizə nə deyirdi? Cərgələrdən birində eyni səs müxtəlif hərflə ifadə olunub. Səslər eynidir. İqtisadi, k, krater, k. Bax, ikisində də k-dır. Səsim ikisində də k-dır. Amma birində k kimi yazılıb, digərində isə q kimi yazılıb. Yəni səslər eynidir. Hərflər müxtəlifdir. Bu tip testləri oxuyanda 1, 2 dəfə, 3 dəfə oxuyun. Çünki bəzən olur ki, baxırsan, eyni görünür. Hətta baxın, D-ni götürənlər də var. Deyir, müəllim, rəqqas sözü q-da k-ya çevrilib, bayraqda isə bayraq q-ya çevrilib. Axı, baxın, burada eyni səs yoxdur. Səsin biri k-dır, biri x-dır, biri q-dır. Eyni səs yoxdur. Eyni səs olmadığı üçün bizə deyir, səs eyni olsun. Hərf müxtəlif olsun. Ona görə cavabımız olur B variantı. Bu da belə bizim ödənişsiz keçirilən dərslərimiz olur. Ödənişsiz qrupumuz var. Həmin qrupa da qoşulmaq istəyirsinizsə 055 280 59 24. Aşağıdakı nömrəyə yazın. Sizi ödənişsiz qrupumuza da əlavə edək. Əzbərləmədən bu cür rahat formada bizimlə Azərbaycan dilini öyrənin. Sağ olun, salamat qalın. R-yə öz fikirlərinizi yazmağı unutmayın.